Salam, mən bugün sizə Azərbaycan haqqında, Azərbaycanın iqtisadi coğrafi rayonları haqqında və Azərbaycanın inzibati rayonları haqqında maraqlı və əsas məqamları qeyd edəcəm. Başlayaq dərsimizə. Ümumiyyətlə ilk sual, Azərbaycanın hansı iqtisadi rayonları iki ölkə ilə sərhəddir? Baxaq, deməli, Şəki Zaqatala deyə bilərik, həm Rusiya ilə, həm Gürcüstanla sərhəddir. Qazax Tovzu deyə bilərik, həm Gürcüstanla, həm Ermənistanla sərhəddir. Gəncə Daşkəsən deyə bilərik, həm Gürcüstanla, həm də Ermənistan sərhəddir. Yəni bunlar təbii ki, Gəncə Daşkəsən, misal üçün, yalnız Daşkəsəndir Ermənistan sərhədi olan, fərqi yoxdur, iqtisadi rayonlar deyə bilərik. Sonra, Şərqi Zəngəzuru deyə bilərik, Şərqi Zəngəzuru həm İranla sərhəddir, həm də Ermənistanla sərhəddir. Aha, bir də üç ölkə ilə sərhəd olan Naxçıvan. Üç ölkə deyən kimi yalnız Naxçıvanı düşünəcəyik. Üç ölkə Naxçıvan, Türkiyə, İran və Ermənistanı biz deyəcəyik. Sonra, hansı iqtisadi rayonların xarici ölkəyə çıxışı yoxdur? Baxaq, deməli, Mərkəzi Aranın yoxdur, Dağlıq Şirvanın yoxdur, Abşeron Xızının yoxdur və Bakı iqtisadi rayonun yoxdur. Hansı iqtisadi rayonlar yalnız bir rayonu xarici ölkəyə sərhəddir? Yəni, onun sayəsində xarici ölkəyə çıxışı olan, sərhədi olan iqtisadi rayon hesab ediləcək. Baxaq, onlar ikidir. Biri Qarabağdır, Qarabağ həm də Azərbaycanın ən böyük iqtisadi rayonu hesab edilir. Qarabağ Füzuli rayonu vasitəsilə xarici ölkəyə çıxışı var. Şirvan Salyanın da Biləsuvar vasitəsilə İrana xarici ölkəyə çıxışı var. Aha. Sonra, biz deyə bilərik ki, hansı rayonların iki xarici ölkəyə çıxışı var? Baxaq, deməli, Balakən, Zaqatala, Qax, Zəngilan, Naxçıvanın bütün rayonları, Şahbuz isə yalnız bir Ermənistanla sərhəddə yerləşir. Şahbuz yalnız Ermənistanla sərhəddə yerləşir. Bax, bunu da unutmayaq. Sonra, Xəzər dənizinə çıxışı olan iqtisadi rayonlar asandır. Deməli, Quba Xaçmaz, Abşeron Xızın, Bakı, Şirvan Salyan və Lənkəran Astara. Hansı iqtisadi rayonlarda Respublika tabi şəhər yoxdur? Aha, deyək, videonu saxlayın, özünüz düşünün, deyin cavabı, sonra videoya baxarsınız. Yoxdur. Dağlıq Şirvanda yoxdur. Aha. Milmuğanda yoxdur. Deməli, Milmuğanda deyə bilərik sənəd, amma bir ölçədə sənəd Milmuğanda. Milmuğanda yoxdur. Sonra, deməli, Şərqi Zəngəzurda yoxdur. Tovuz Qazaxda yoxdur, deyəcək. Və Quba Xaçmazda da yoxdur. Hansı iqtisadi rayonlarda, hansı şəhərlər Respublika tabi şəhərlərdir? Baxaq. Abşeron Xızda Sumqayıt, Bakıda Bakı, Şirvan Salyanda Şirvan şəhəri, Lənkəran Astarda Lənkəran şəhəri, Qarabağda Şuşa və Xankəndi, sonra Mərkəzi Aranda Mingəçevir Yevlax, Şəki Zaqatalada Şəki, Gəncə Daşkəsəndə Gəncən deyəcəyik. Deməli, bir də Naxçıvanda Naxçıvan, Culfa, Ordubadı, Respublika tabi şəhər deyəcəyik. Sonra, indi sənaye gücünə görə birinci yerdə təbii ki, Bakıdır. Bakıda həm də urbanizasiya səviyyəsi yüksəkdir. Niyə? Paytaxt amili və sənayenin inkişafı. Azərbaycan Respublikasında əhali neçə metr, demək olar ki, bizim əhalinin çoxsu neçə metr hündürlüyə qədər olan ərazidə, reliefdə məskunlaşıbdır. 500 metrə qədər olan hissədə. Azərbaycan Respublikası əhalisi içərisində qadınların payı çoxdur, kişilərin payı çoxdur. Qadınların payı çoxdur, 51% qadınlar, 49% kişilər. Bəs körpə doğanlar arasında, uşaqların arasında təbii ki, təzə doğanlar arasında qızların sayı çoxdur, oğlanların sayı çoxdur. Əlbəttə ki, oğlanların sayı çoxdur. Bax, bunu bilin. Azərbaycanda urbanizasiya səviyyəsi sadəcə 53%. 53%. Baxaq, görək urbanizasiya səviyyəsi hansı ərazilərdə yüksəkdir. Deməli, Bakıda, Abşeron Xızıda, Gəncə Daşkəsəndə, bu ərazilərdən urbanizasiya səviyyəsi yüksəkdir. Hansı iqtisadi rayonda kənd əhalisinin payı çoxdur? Urbanizasiya ola bilər, çoxdur, amma ümumiyyətlə kənd əhalisinin payı olaraq çoxdur. Lənkəran Astarda kənd əhalisinin payı çoxdur. Səbəb təbii artım. Ümumiyyətlə Azərbaycanda iri şəhərlərdə artım, təbii artımla yanaşı mexanik artım, amma kəndlərdə təbii artım. Amma ümumi Azərbaycan ərazisində təbii artım götürəcəyik, mexanik artım götürməyəcəyik. Sonra
Deməli ki, deməli, hansı iqtisadi rayonlarda su anbarlar var? Misal üçün, Xanbulan su anbarı, Xanbulançay su anbarı, Lənkəran-Astaradan, Ceyranbatan su anbarı, Abşeron Xızıda, Aşıq Bayramlı hardadır? Aşıq Bayramlı Qəbələdə, Şəki Zaqtalan, sonra Sərsəng Qarabağda, deməli, sonra Şəmkir su anbarı Qazaq Tovuz, Yenikənd Gəncə Daşkəsən, deməli, Mingəçevirin düşür, deməli, Gəncə Daşkəsindən də mərkəzi arama düşür Mingəçevir. Milmuğan su qovşağı Qarabağda, deməli, sonra Araz su qovşağı Naxçıvanda. İndi, hansı kənd təsərrüfatı bitkisinə görə, hansı meyvəçisinə görə hara ixtisaslaşıbdır? Gərzəkli meyvəçilik deyəndə Şəki Zaqatala, gərzəkli meyvəçilik deyəndə, sonra deməli, çeyirdəşli meyvəçilik deyəndə Naxçıvan və sonra cənub meyvəçiliyi Abşeron, badam, püstə, əncir. Sonra mərkəzi aranda quru subtropi meyvəçilik, nar, heyva, quru subtropi meyvəçilik, sitrus meyvəçilik və çay Lənkəran-Astarada, çay ikinci olaraq deməli Şəki Zaqatala götürəcəyik. Qızılgül Şəki Zaqatalanı götürəcəyik Qızılgül. Sonra zebu-zebiyə bənzər heyvandarlıq Lənkəran-Astaradadır. Zebu-zebiyə bənzər heyvandarlıq Lənkəran-Astaradadır. İpəkçilik Şəki. Və ipək deyəndə ağlınıza Şəki gəlir. Pambıqçılıq Kür-Arazı balığı və Kür-Arazı balığının yerində yerləşmiş iqtisadi rayonlar Milmuğan götürə bilərik, Qarabağ götürə bilərik, sonra Mərkəz Aran götürə bilərik, Şirvan Salyan götürə bilərik. Hansı rayonlar Kür çayının sağ sahilindədir? Baxın. Sağ sahil deyil, hörmətli insanlar, şagirdlər. Kürün aşağı hissəsi, Lori dilində deyirsək. Qazaq, sonra gəlirik, deməli, sonra gəlirik. Goranboy, gəlirik. Bərdə, Ağcabədi, Beyləqan, İmişli, Saatlını götürəcəyik sağ sahili. Hansı inzibati rayonlar sol sahilidir? Baxaq, deməli, sol sahilə baxaq. Ya Allah, deməli, Ağdaş, Zərdab, Kürdəmir, Hacıqabul, Hacıqabul, Kürdəmir, Zərdab, Ağdaş. Hansı inzibati rayonlar hər ikisi, həm sağ, həm sol, baxaq. Deməli, Aksafa, Tovuz, sonra Şəmkir, Samux, Mingəçevir deyə bilərik, Yevlaxı deyə bilərik, sonra Sabirabad deyə bilərik, sonra Salyan və Neftçilan deyə bilərik. Xəzər dəniz sahilində olan rayonları şimaldan cənuba düzək. Baxaq, Xaçmaz, Şabran, Şabranda hansı göl yerləşirdi? Ağzıbirçala gölü. Siyəzən, neft var idi burada, neft var idi, bəli, tamamilə doğrudur. Sonra, deməli, Xızı, Sumqayıt deyəcəyik, Sumqayıt, Bakı deyəcəyik, bəli, sonra, deməli, deyəcəyik, Salyan, Neftçala, Lənkəran, Masallı, Astara. Sonra isə deyəcəyik Astara. Hansı iqtisadi rayonlarımızda neft var? Baxaq, hansı iqtisadi rayonlarda neft var? Qazaq Gəncə Daşkəsəndə var, Samuxa görə. Biz deyirik, Ceyrançöldə perspektiv neft tapları var. Quba Xaçmaz deyəcəyik, Siyəzənə görə biz Siyəzənin neft olduğunu bilirik. Abşeron Xızıda olacaq, deməli, Bakıda olacaq təbii ki və Şirvan Salyanda neft ehtiyatı var. Və Milmuğanı götürəcəyik, Milmuğan mərkəzi aranda. Mərkəzi aran və Milmuğanı da neft olan ərazilər kimi, iqtisadi rayonlar kimi götürəcəyik. Sonra, tumlu meyvəçilik, konserv sənayesi inkişaf etmiş, hara götürəcəyik? Təbii ki, Quba Xaçmaz götürəcəyik. Azərbaycanda tələbəsi ki, baxaq, gec yetkən, tez yetkən. Tez yetkən Faraş tələbəsilik adlanır. Faraş tələbəsiliyində hansı ərazilər? Təbii ki, Lənkəran Astara. Gec yetkən tələbəsilik deyəndə təbii ki, Quba Xaçmaz. Sonra,
Azərbaycanda ümumiyyətlə Dağlıq Şirvan deyəndə bizim ağlımıza hansı kənd təsərrüfat bitkisi, nə gələcək? Üzümçülük, bəli. Ümumiyyətlə Azərbaycanda yazlıq buğda, bir də payızlıq buğda. Dəmiyə əkinçiliyi, suvarma əkinçiliyi. Misal üçün, elə bir iqtisadi rayon deyək ki, orada yalnız suvarma əkinçiliyi olsun. Var, bəli. Milmuğa yalnız suvarma əkinçiliyidir. Mərkəzi rayon yalnız suvarma əkinçiliyidir. Bunlar yalnız suvarma əkinçiliyidir. Bakı iqtisadi rayonda yalnız suvarma əkinçiliyidir. Amma dəmiyə əkinçiliyi isə Şərqi Zəngəzur dəmiyə əkinçiliyidir. Dağlıq Şirvan dəmiyə əkinçiliyi deyə bilərik. Bəli, Dağlıq Şirvan dəmiyə əkinçiliyi deyə bilərik. Amma həm dəmiyə əkinçiliyi, həm suvarma əkinçiliyi isə istənilən demək olar ki, çoxsun demək olar. Misal üçün, Qarabağda həm dəmiyə, həm suvarma əkinçiliyi var. Gəncə daşısında həm dəmiyə, həm suvarma. Qazaq Tovuzda həm dəmiyə, həm suvarma. Şəki-Zaqatalda həm dəmiyə əkinçiliyi var, həm suvarma əkinçiliyi var. Quba Xaçmazda həm dəmiyə əkinçiliyi var, həm deməli suvarma əkinçiliyi var. Hətta Abşeron Xızıda həm dəmiyə əkinçiliyi var, həm də suvarma əkinçiliyi var. Yazlıq buğda, payızlıq buğda. Ümumiyyətlə, payızlıq buğda hansı ərazilərdə? Düzən ərazilərdən. Nəyə görə dağlıq ərazilərdə payızlıq buğda yoxdur? Çünki dağlıq ərazilərdə qış sərt keçir. Nəyə görə deməli yazlıq buğdada dağlıq ərazilər? Çünki deməli qış sərt keçiyindən daha çox yaz deməli aylarında dağlıq ərazilərdə əkin biçin işlərində məşğul olan insanlar. Misal üçün, Şərqi Zəngəzur, Laçın, Kəlbəcər yaz deməli yazlıq buğda. Amma Milmuğan, Mərkəzi Aran payızlıq buğda götürmək olar. Aydındır? Qarabağa, Quba Xaçmazı həm yazlıq, həm payızlıq. Niyə? Qoy niyəsini deyək. Misal üçün, Quba Xaçmazı həm düzən səs var, həm dağ səs var. Burada həm dəmiyə, həm suvarma, həm yazlıq, həm payızlıq buğda ola bilər. Hansı iqtisadi rayonlarda hansı deməli, hansı iqtisadi rayonlarda hansı mineral sular var? Baxaq. Turşu, Şirvan, Şuşa, Qarabağ, Kəlbəcər, Şərqi Zəngəzurda, Minkənd, İstisu, Tutqun, sonra Dağlıq Şirvanda, Dağlıq Şamaxda Çuxuryurt deyəcəyik. Şəki-Zaqatalada, Bum, Qəbələdə, Qaxda isə İlüsun götürəcək, bəli. Quba Xaçmazda Qalaltı, deməli, Qubada sonra Şabranda təbii ki. Qubada isə, deməli, hansı Qubada? Cimi, Xaşı, Xaltın. Cimi, Xaşı, Xaltın. Bakıda Şıx, Suraxanı. Testlərdə var, Dövlət İmtahan Mərkəzinin testlərində var. Hansı, nə var? Orada var ki, Abşeron Xızı və Bakının Venn diaqramını veribdir. Orada yazıb həm dəmiyə, həm suvarma. O aid Abşeron Xızıya. Amma Şıx, Suraxanı mineral suyu Bakıya aiddir. Aydındır mı? Bunu deməli bilək. Sonra deyə bilərik ki, hansı rayonlar, hansı iqtisadi rayonlarda energetika sahəsi inkişaf etmişdir. Təbii ki, Bakını bildiyiniz deyəcəyik. Niyə? Tələbata görə. Əhali daha çox Bakıda daxil. Bakı, təbii ki, Abşeron Xızını deyə bilərik, Şirvan Salyanı deyə bilərik, sonra Gəncə Daşkəsəni deyə bilərik, Qazaq Tovuzu və bax bu, hansı? Mərkəzi Aranı deyə bilərik. Biz dedik ki, bizim ən böyük, deməli, ən böyük iqtisadi rayonumuz əhalisinə görə Bakıdır. Ərazisinə görə, böyüklüyünə görə isə təbii ki, aradır, Qarabağ iqtisadi rayonudur. Mühüm boru kəməri. Azərbaycanda neft qaz ölkəsi olduğu üçün bizə boru kəməri inkişaf edəcək. Heç şübhəsiz. Görək Azərbaycanda hansı rayonlarda, iqtisadi rayonlarda boru kəmər sıxdır. Orada belə sıx yerləşirdir. Misal, Bakı var, siz gedin, üzü şimala. Abşeron Xızını deyə bilərik və Quba Xaçmaz deyə bilərik. Bakı Ceyhan, Bakı Tbilisi, Bakı Ceyhan, Bakı Erzurum. Bunlar isə Bakı Supsa bu istiqamətdədir. Fikir verin. Deməli, Bakı, Şirvan Salyan, Mərkəzi Aran, Gəncə Daşkəsən və Qazaq Tovuz götürə bilərik. Bu ərazilərdən keçirlər bunları da. Misal üçün, Bakı Horadiz dəmir yol qatarı hansı inzibati rayonlardan keçir desən? Baxaq, iqtisadi rayonlardan. Bakı, Şirvan Salyan, Milmuğan və Qarabağı götürə bilərik. Azərbaycanda yol qovşağı, yol ayrıcı hara hesab edilir? Ələt. Ələt yol ayrıcıdır. Ələtdən cənuba və deməli, qərb istiqamətdə yol gedir. Sonra biz sənaye qovşaqları barədə danışaq.
Şirvan Salyan, Bakı Sumqayıt sənaye qovşaqları. Aha, deməli, sonra Gəncə Daşkəsən və Mingəçevir Yevlaxı deyərlər, bunlar sənaye qovşaqlarıdır. Aydındır mı? Sonra biz çevirək Azərbaycanın, deməli, Azərbaycanın rayonlarını, izvat rayonlarını deyək. Araz çayının sağ sahilində qalan rayon. Yalnız sağ sahilini görəcək. Hansıdır? Biləsi var. Amma Araz çayının həm sağ, həm sol sahili deməli, İmişli, Saatlı, hətta Sabirabad da götürə bilərik. İmişli, Saatlı, Sabirabad. Amma Füzuli olsun, Cəbrayıl, Zəngilan və Naxçıvanın inzibati rayonları isə Arazın sol sahilində yerləşir. Bax, bunu deməli, unutmayaq. Sonra hansı iqtisadi rayonlarda əhalinin tərkibi mürəkkəbdir? Baxaq. Şəki-Zaqatalada Saxurlar, Gürcülər, İngiloylar yaşayır. Mürəkkəbdir. Quba Xaçmazlar, Ləzgilər, Bakıda təbii ki mürəkkəbdir Bakı. Talışlar yaşayır, Lənkəranasa mürəkkəbdir. Şərqi Zəngəzur, Kürdlər mürəkkəbdir. Hansılar yekcinsdir? Deməli, Qazax Tovuz, Gəncə Daşkəsən, Mərkəzi, deməli, Mərkəzi Aran, Dağlıq Şirvan, deməli, və Naxçıvan yekcinsdir. Sonra Azərbaycan əhalisi haqqında deyək ki, hansı iqtisadi rayonlarda əhalinin cins tərkibində qadınların payı yüksəkdir? Baxaq, Dağlıq Şirvan, Quba Xaçmaz və Lənkəran, Astaranı götürəcək. Ümumiyyətlə, belə bir şey deyək, Azərbaycanda, bayaq dedik, indi təkrar edirəm, Azərbaycanda əhalinin sıxılığı harada yüksəkdir? Abşeronda. Çünki Abşeron təmərküzləşmədir. Yəni, daha çox Bakı, Abşeron xüsusda. Səbəb nədir? Sənaye inkişaf edibdir orada. Belə paytaxt amili, paytaxt var orada. Yəni, bu cəhətdən, bax, təmərküzləşmədir bizdə. Əhalinin sıxılığı da, bax, o ərazilərdə yüksəkdir. Bəs əhalinin sıxılığı hansı ərazilərdə azdır? Yüksək dağlıq ərazilərdə azdır, yüksək dağlıq ərazilərdə. Bir də, məsələn, Ceyrançöl, Aznohur, deməli, Qobustan, Cənubi-Şərqi Şirvanda əhalinin sıxılığı azdır. Ən yüksək, deməli, yaşayış müntəqələri Azərbaycanda hansıdır? Kəlbəcərdə yuxarı Bağırsaq kəndi, Qubada Xınalıq kəndini biz deyə bilərik. Aydındır mı? Əla. Bəs Azərbaycanda əhali daha çox antropogen təsirə məruz qalmış, yəni daha çox əhali yerləşən, yaşayan, düzənləşən hansılardır? Gəncə Qazax düzünü deyə bilərik, Qarabağ düzünü deyə bilərik, Samidov və Çobalğını deyə bilərik, sonra Şirvan düzünü deyə bilərik, Lənkəran ovalığını deyə bilərik ki, əhali antropogen təsirə daha çox məruz qalmışdır. Yuxarı Qarabağ, Yuxarı Şirvan kanalı bilirikmi? Bilirik. Mingəçevir son barına çəkilmiş Yuxarı Şirvan kanalı vasitəsilə torpaqlarını suvaran rayonlar, inzibati rayonlar. Şirvan düzün rayonlarıdır. Baxaq, Ağdaş, deməli, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Hacıqabul, Ağsu deyə bilərik. Bəs Yuxarı Qarabağ kanalı ilə bəs Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, İmişli deyə bilərik, İmişli. Bunlar da Yuxarı Qarabağ kanalının suvarıyla suvarılır torpaqlarını. Bəs Samir Abşeron təbii ki, bax, bu ərazilər Xaçmaz, Şabran, Siyəzəm, Xızı hansı, deməli, Şirvan, özür istəyirəm, Samir Abşeron kanalı vasitəsilə öz torpaqlarını suvarır. Aha, bu qədər. Bizim dərsimiz bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.